Heç nəyiz yoxdur, kələm olsun. Yəni kələm çox da bahalı bir məhsul deyil. Biraz kələmi doğrayın, yanına biraz yer kökü, əgər probleminiz, allergiyanız, bədəniniz buna reaksiya vermirsə təbii ki, yer kökü qatın, bu olsun sizə salat və yaxud da göy-göyərti. Yəni yeməyə birinci bununla başlayın. Daha sonra əsas yeməyə keçin və bu zaman bir müddətdən sonra görəcəksiniz ki, artıq siz daha uzun müddət tox qalırsınız. Çünki bunun səbəbi həm bağırsağınız daim işləyir. Belə ki, siz hazır yemək yeyirsinizsə, yəni çox bişmiş və yaxud da mağazadan aldığınız çox işlənmiş qida maddələri, bilirsiniz nətərdir? Çeynənib verilib ki, sizə al indi ud. Və bunlar bədənə daxil olurlar. Bağırsağın ilk mərhələlərində, yəni ilk hissələrində artıq qana sorulurlar. Həzm prosesi demək olar ki, tamamlanır. Və siz doyğunluq hiss edirsiniz, bir müddət sonra isə tezdən acımağa başlayırsınız. Amma qida maddəsi uzun müddət sizin bağırsağınızda irəliyə doğru hərəkət eləyirsə, bu zaman son mərhələdə